Salam aziz uşaqlar, bu günləri Yeni Dövr Azərbaycan Ədəbiyyatının birinci mərhələsi haqqında məlumat alacağıq. Ümumiyyətlə yazılsın ki, Yeni Dövr Azərbaycan Ədəbiyyatı 3 mərhələyə bölünür. Birinci mərhələ əhatə edir 17-18-ci əsrləri, ikinci mərhələsi əhatə edir 19-cu əsr, üçüncü mərhələsi isə əhatə edir 19-cu əsrin 90-cı illərinə, yəni 1890-cı ildən 20-ci əsrin 20-ci illərinə, yəni 1920-ci ilə qədər olan məsafəni. Biz bu günləri sizlə yazılsın ki, erkən yeni dövr Azərbaycan ədəbiyyatı birinci mərhələsi haqqında danışacağıq. Yazılsın ki, bu dövr Azərbaycan ədəbiyyatında ənənəçilik və novatorluq müşahidə olunur yazılsın. Əsasən 17-ci əsrdə ənənəçilikdir, 18-ci əsrdə isə novatorluqdur. 2 əsrdən ibarət yazılsın. Bu əsrdə əvvəlki dövrlərdə yaranmış ədəbiyyatın təsiri daha güclü idi. Söhbət 17-ci əsrdən yazılsın. Ona görə ənənəçilik, necə ki, belə deyək də, 30 dövr Azərbaycan ədəbiyyatında olan adətlər, məsələn, qəzəl janrı aparıcı janrı idi, düzdürmü, poemalar yaranırdı. 17-ci əsrdə bu davam edir yazılsın. 18-ci əsrdə isə yaranan ədəbiyyatda uşaqlar yenilik və novatorluq daha güclü özünü göstərməyə başlayır. Aydın oldu mu? 17-ci əsrdə nə yadımızda qaldı? Ənənəçiliklə, 18-ci əsr isə novatorluqla yazılır. Yazılsın, bu dövrün özünə məxsus xüsusiyyətlərindən biridir. İlk dəfə yazılsın ki, şifahi xalq ədəbiyyatından bəhrələnmə özünü göstərmiş. Yazılsın ki, orta dövrdə də var şifahi xalq ədəbiyyatından. Amma bir dənə müəllifdədir, Şah İsmayıl Xətai'dədir. Onu elə ümumiləşdirmir. Amma bu dövrdə demək olar ki, sənətkarların əksəriyyəti şifahi xalq ədəbiyyatından bəhrələnmişdir. Yazılsın ki, bu dövr uşaqlar dastan yaradıcılığının qızıl dövrü adlanır. 17-ci əsr, 18-ci əsr. Bu dövrdə yaranan dastanlarımız var. Qəhrəmanlıq dastanlarından Koroğlu yarandı, məhəbbət dastanlarından Aşıq Qəridir, Şah İsmayıldır, Əsr və Kərəmdir, Abbas və Gülgəz kimi dastanlar bu dövrdə yarandı. Koroğlu dastanının formalaşması bu dövrdə başa çatdı yazılsın. Dastanlarda əsasən yazılsın ki, heca vəzni alan qoşma və gəvayirlərdən nə olurdu? İstifadə olunurdu. Ədəbiyyat tariximizdə bu dövr uşaqlar sadəlik, xəlqilik və realizmin güclənən bir mərhələsidir. Aydın oldu mu? Sadəlik, xəlqilik və realizm. Şairlər daha çox ana dilində və heca vəznində yazırdı. Bu dövrdə yaranan əsərlər uşaqlar artıq mürəkkəb məcazlardan, çətin və anlaşılan sözlərdən istifadə olunmurdu. Sadə, aydın xalq dilinin əsasında ərsəyə gəlirdi. Yazıda ən çox istifadə olunan janrlar qoşma və müxəmməs idi. Diqqətli olasınız. Yazıda ədəbiyyatda qoşma və müxəmməsdir. Dastanların içində isə qoşma ilə gəvayirdir. Qarışdırmayasınız bunlar. Dövrün mühüm hadisələrindən biri də yazılsın ki, müxəmməs janrında yazılan əsərlərdə öz əksini tapmışdır uşaqlar. Diqqətli olasınız. Dövrün mühüm hadisələri deyəndə, yəni ictimai hadisələrdən söhbət gedir. Həmin o ictimai hadisələr müxəmməs janrında özünü nə edirdi? Göstərirdi. Yazılsın ki, bu dövr şifahi ədəbiyyatda yalnız dastandan kifayətlənməmişdir. Digər şifahi xalq ədəbiyyatının növləri və janrları həm məzmunca, həm də mənasına görə, mövzusuna görə zənginləşmişdir. Qoşma ilə yanaşı yazılsın ki, gəraylıdır, tərcinsdir, bayatı da bu dövrdə nə etmişdir uşaqlar? Əsərlər bu dövrdə yaranmışdır. Xalq ərazının nümunələri Gürcü və Erməni dillərində yazıya alınmış və digər xalqlara nə etmişdir? Sirayət etmişdir. Mürəkkəb məcazlardan az istifadə olunmuş, daha çox epik şeir və bədii nəsrdən istifadə olunmuşdur. Xalq nağılları, poema və məzmun hekayələr üçün mənbə rolunu oynamışdır. Tərki dünyalıq idi, sufi görüşlər isə bu dövrdə artıq nə edirdi? Azalırdı. Bayaqlar dedim inşallah, sadəlikdir, xəlqilikdir, realizm nədir? Artıq bu dövrün sənətkarları sufi ifalı mövzulardan çox, daha çox real mövzulara müraciət etmiş və onları öz əsərlərini nə etmişdir? Canlandırmışdır. Sonra uşaqlar, bu dövrdə müraciət olunan janrların yəni əsas məsələlər hansı mövzular idi? Qaldırılır. İnsanın mənəvi və zahiri gözəlliyinin tərənnümü, saf məhəbbətin tərənnümü, təbiətin təsviri, zamanənin keçməkeşli əksi, ayrılıq, vətən həsrəti və haqsızlıq. Bu dövrdə yaşayıb yaradan aşıqlarımız da olub uşaqlar. Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım Tikmədaşlı, Sarı Aşıq və Aşıq Vali. Yazılsın ki, müxtəlif mövzularda yazıb yaratmalarından asılı olmayaraq, aşıqların hamısının yaradıcılığında ictimai bəlalar, haqsızlıq, ədalətsizlik, zülmə və şərə belə deyək, münasibət və belə deyək də, zülm və şərə qarşı etiraz öz əksini tapmışdır. Birinci, Aşıq Abbas Tufarqanlı haqqında məlumat verək. Cənubi Azərbaycanda olmuşdu, heca vəznində nəzmlə yazmışdı.
daha çox qoşma janrında əsərlər yazmışdı və milli həmrəyliyi və milli birliyi vacib sayır. Yaradıcılığından bəzi nümunələr gəlib dövrümüzə qədər çatmışdı. Abbas bu sözləri deyər dərindən, arxı vurun suyu gəlsin dərindən. El bir olsa dağ oynadar yerindən, söz bir olsa zərbi kərəni sındırır. Yaradıcılığında həyat həqiqətlərinin ifadəsi, dövrün cəfasının şikayət, vəfalı dost həsrəti, cəmiyyətdəki zülmə, özbaşınalığa etiraz daha güclüdür yazılır. Xəstə Qasım Azərbaycan ədəbiyyatı daha çox ustadnamələri ilə tanınır yazılır. Təvazökarlıq, nəcabət, ləyaqət kimi müsbət keyfiyyətlər mühüm mənəvi bir amil kimi neyini səciyyələndirir onun yaradıcılığında. Bir məntisə varsan özünü öyməyə, şeytana baz verib kimsəyə söymə. Qüvvətli olsan da yoxsulu döymə, demək ki, zorluyam, qolum yaxşıdır. Əsərlərinə yazılasın ki, bir növ nəsihətnamə formasında. Ümumiyyətlə, ustadım onsuz bilirsiniz ki, nəsihətnamə məzmunlu daşıyan şeir formalarıdır. Savaşığı yazılasın Azərbaycan ədəbiyyatında bayaqları ilə məşhur olmuşdur yazılasın. Bayaqlarından məhəbbət, nəcəblik, dostluqda sədaqət, fədakarlıq hisslərinin tərənnümü. Həyatında isə dövrünün çəkdiyi əzab əziyyətlərdən şikayət öz əksini tapmışdır. Bayaqlarının birində özünü Nəsimi ilə müqayisə edib, gözəllik soyulandır, şahmar da soyulandır. Nəsimi tək bu aşıq yolunda soyulandır yazılır. Sonra uşaqlar, bayaqlar dediyimiz kimi yaradıcılığında ənənəçilik meylləri özünü göstərən sənətkarlığı. Ənənəçilik deyiriksə, deməli söhbət gedir 17-ci əsrdə. Kimlərdir? Məsihidir, Sadiq bəy Əfşardır, Sahib Təbrizidir, bir yazırsın ki, Qövsi Təbrizidir. Məsihi yazırsın ki, Vərqə və Gülşah poemasının müəllifidir. Poemada sevgi və qəhrəmanlıq vəhdəti götürülmüşdür. Ümumiyyətlə, sevgiyə, yəni belə deyək, öz məhəbbətlərinə qovuşmaq üçün mübarizə aparan iki gəncin həyatından bəhs olunur. Vərqə və Gülşahın maraqlı bədii obrazları yaradılmışdır. Şair oxucuya belə bir fikir aşılayır ki, xoşbəxtliyə çatmaq üçün mübarizə aparmaq lazımdır. Yəni, bu Vərqə və Gülşah poeması haqqındadır, Məsihi yazır. Həmin dövrün uşaqlar güclü sənətkarlarından biri də Sahib Təbrizidir. Sahib Təbrizi öz dövrünün Füzuli şairi yazılır. Əsərlərində yenilik də öz əksini tapmışdır. Əsərlərində insanpərvərlik, xeyirxahlıq, saflıq, düzlük, sədaqətli dost axtarışı, yüksək mənəvi dəyər kimi təqdim olunur. Şair ana dilində yazdığı qəzəllərdə sevən insanın mənəvi zənginliyini ustalıqla təsvir etmişdir. Dövrünün haqsızlığına açıq-aydın etirazını bildirmişdir. Bir çox yerlərdə yaşasa da Təbrizi daim dərin vətən həsrəti və məhəbbəti ilə xatırlamışdır. Qürbətə bel bağlama, bel tərk eləmə vətəni, hər quşa öz yuvası, hər kişiyə öz vətəni. Qövsi Təbrizi yazırsın ki, bu da 17-ci əsrdə yazıb yazmışdır. Dünyəvi şeir nümunəsi olan əsərlərində insanın mənəvi azadlığı problemini, sənətə qiymət verməyən zamana qarşı etiraz səsini uzatmışdır. Şair cisminin fəğanla dolu olduğunu söyləyir, dərdinə şərik çıxan bir həmdəninin olmasını şahid edir. Haray kimi nə dilim, nə anlayanım, əgərsə nə kimi cismin fəğanla doludur. Uşaqlar, bu dövrün 18-ci əsrdə, ümumiyyətlə 17-ci əsr nümayəndələr haqqında danışdıq. 18-ci əsrdə əsas iki nümayəndəmiz var. Biri Molla Pənah Vaqifdir, bir də Molla Vəli Vidadıdır. Molla Vəli Vidadı haqqında məlumat alır, Molla Pənah Vaqifə ayrıca mövzu kimi keçəcək. Molla Vəli Vidadı yazısı şifa və yazılı ədəbiyyat ənənələrini davam etdirən, yazıcılığında zəmanəsinin ağır-acılarına, xalq kədərinə həssas münasibət aparıcı yer tuturdu. Yazırsın ki, qəzəl, müxəmməs, qoşma, gərəli və bayatlarında tarix faciələr, məhrumiyyətlərlə məruz qalan müasirlərinin taleyi, vətən həsrətindən doğan ictimai kədər təsirli yollarla öz əksini tapmışdır. Diqqətli olasınız uşaqlar, testləri çox düşür. Vidadinin kədəri şəxsi kədəridir. Xeyr, Vidadinin kədəri ictimai kədəridir. Müsibətnamə mənzuməsində könlün və durnalar rədifli qoşmalarında zəmanəsizdəki ziddiyyətlərin, ədalətsizliyin, qurbanı olan insanların faciəsini ürək ağrısı ilə söz açır. Vidadinin kədəri vətəndaş kədəridir, ictimai səciyyə daşıyır. Bu qədərdir uşaqlar, yeni dövr haqqında məlumatımız. Növbəti dərslərdə görüşənə qədər sağ olun.